Salam dostlar, bugün sizlə birlikdə Heydər Əlizadənin də müəllif olduğu kitabın ikinci nəşrindən bölüm 19, yəni Əhməd Cavadın həm Səsli Qız poeması, həm də ki Azərbaycan bayrağına şeirinin aid olduğu test tapşırıqlarına baxacağıq. Başlayaq birinci sualla. Deyir, Səsli Qız əsəri haqqında doğru olmayan fikir istəyir. Deməli, burada səhv fikir seçməliyik. Səhv fikrə də baxaq. Məsələn, adı deyir ki, Səsli Qıza müraciətlə deyilən əks olunduğu ilk səhnələr poemanın proloqu saymaq olar. Bu əsərin təhlil hissəsində də var. Yəni, bunları biz proloq olaraq saya bilərik. Yəni, əgər bizə proloq deyilsə, bu fikri götürə bilərik. Və nəzərinizə çatdırım ki, sonradan Səsli Qız poemasında bəzi dəyişikliklər yarandı və həmin dəyişikliklər əsasında biz orada olan bilirik ki, əsərin başında bir qoca danışır və o səsli qızla danışır, əslində Sara ilə yox. Səsli qızla danışır və Saranın xüsusiyyətlərini səsli qıza danışır. Və biz oradan görə bilərik ki, həmin o hissələr proloq olaraq saymaq olar, əsərin təhlil hissəsində var. Deməli, anı çıxdıq. Biz səhv fikir axtarırıq. Qalib hökmdar obrazı poemada azcıq görünsə də oxucu onun qədərincə tanıya bilir. Bu da təhlildə də var, bu da düz fikirdir. Əsərdə toxunulan məsələlər çoxluq təşkil etməklə yanaşı həm də müxtəlifdir deyir. Əsərdə bəli, toxunulan məsələlər buradan müxtəlif olaraq götürürük. Məsələn, biz nəyi deyə bilərik ki, vətənə qarşı olan məhəbbətdir, müstəqil yaşamağın yollarıdır, işğalçılara dərin nifrətdir. Bunun kimi fikirləri biz əsərin əsas fikri olaraq götürə bilərik. Yəni, burada toxunulan məsələlər bunlardır. Sara obrazı poemanın deyir, baş qəhrəmanıdır. Bu fikir də düzdür. 7 deyir, Saranın nişanlısı Arqunun öldürülməsi ümumi xalq üsyanının başlamasına səbəb olur. Biz burada əgər ümumi xalq üsyanının başlamasına səbəb olmağına bir hadisə seçmək istəyiriksə, bunu Arqunun öldürülməsi yox da, Qalib hökmdarın öldürülməsini götürməliyik. Ona görə Y variantı səhv fikir olacaq. Deməli, keçək ardınca 2-yə. Deməli, Səsli Qız haqqında yenə səhv fikir istəyir. Deyir, ürək çırpıntısından çapqınlandı, meybələ qadınlıq qorxusundan yarıldı gülgün dodaq. Biz burada görürük ki, bu hissə hardandır? Bu hissə o hissədəndir ki, Sara deməli həyəcanlanır. Nə vaxt ki, o Qalib hökmdar ondan mey istəyir, şərab istəyir, deyir, mən onu əlindən içmək istəyirəm. Bu da Sara da onu gətirərkən həmin bu hissə verilir. Və orada onun həyəcanı deməli göstərilir. Adı deyir, Saranın Qalib şaha qədəh apardığı zaman keçirdiyi həyəcandır. Bu düz fikirdir. Xaqanın istəyi ilə Saranın meyi təqdim etdiyi deməli səhnədir. Bu da düzdür. Saranın qorxu və həyəcanı verilibdir. Bu da düzdür. Bu məqamdan qabaq Sara meyə zəhər qata bilmədiyindən həyəcanlanır. Əslində Sara meyə zəhər qata bilir. Yəni onun dərindən yəni həyəcanlanmır. Elə bir fikir yoxdur. Deməli, ora zəhər qata bilir. Ona görə də gedir Qalib hökmdarı öldürür də. Deməli, D fikri səhv fikir olacaq. Bədii ifadə vasitəsi kimi inversiya və mübaliğədən istifadə olunur. Deyir, elə burada inversiya deməli çapqınlandı mey belə görürük ki, deyir, ürək çırpıntısından mey belə çapqınlandı. Bu da əslində mübaliğə kimi də götürmək, həm də çapqınlandı əvvəldə işləmdiyi inversiya kimi də götürmək olar. Deməli, Y-də düzdür. Keçək üçün. Səsli Qız haqqında hansı fikir doğru deyildir? Əsər epik növdə yazılıb. Bu fikir düzdür. Çünki yəni Səsli Qız poemadır. Poemada epik növdə yazılmalıdır. Deməli, A düzdür. Poema janrında yazılıb düzdür. Şair əslində tarixdə oxuduqlarını yox, vətənin 1920-ci illərdə gördüklərinin onda yaratdığı düşüncələri ürək ağrısı ilə, hiddət və dərin təəssüf hissi ilə qələm almışdı. Bu fikir də düzdür. Poemadakı məğlub ölkədə baş verənlərlə azadlığı əlindən yenicə alınmış ölkəmizdə müşahidə olunanların arasında oxşarlıqlar çoxdur. Bunu da fikir olaraq götürmək olar. Çünki yəni bu fikirlər bizim AXC dövrü üçündə uyğunlaşdırılmış fikirlər olur. Həm də bizim ölkəmiz üçündə müqayisə əslində göstərmək istəyir. Onu da bu fikri götürmək olar. Qafiyə quruluşu məsəvi ilə eynilik təşkil edir, amma orada məsəvi ilə eynilik təşkil etmə məqamı yoxdur. Daha da götürsək əslində orada bənd götürmək istəsək, yəni 4 misra götürmək istəsək, hər bənddə 4 misradan bir ABC5 şəklində əslində qafiyələnmə görmək olar əslində orada. Heç məsəvi ilə eynilik təşkil etmə məqamı yoxdur. Ona görə Y variantı səhvdir. Deməli, keçək 4-cü suala. Səsli Qızın baş qəhrəmanı ilə bağlı düzgün olmayan. Səsli Qızda baş qəhrəman olan kim idi? Sara. Deməli, Sara haqqında düzgün olmayan fikri tapmalıyıq. Deyir, səsində ölkədə qaynayan kin öz əksini tapır. Bəli, bu düz fikirdir. Onda səsində ölkədə qaynayan kin öz əksini tapır. Hansı ki,
Onun oxuduğu şərq var idi, hansı ki mahnı oxuyurdu orada. Həm də orada da ölkədə qaynayan kin öz əksini tapır. Onun himməti sayəsində xalq azad olur, düzdür. Çünki o gedir qalib hökmdarı öldürməklə sayəsində xalq qalxır və onu ölkəni azad edir. Amma bu da azadlıq, yəni tam azadlıq olmaq demək deyil. Əsərin ilk hissəsindən onun vətənini dərin məhəbbətlə sevən bir qız olduğunu bilinir. Əsərin ilk hissəsindən onun haqqında əslində bu fikir yoxdur. Bu səsli qız haqqında danışma hissəsindədir. Yəni o baş qəhrəmana aid olan hissə deyil. Ona görə ilk hissəsində onun vətənini dərin məhəbbətlə sevən bir qız olduğu bilinir. Fikrim səhvdir. Deməli cavabımız C variantıdır. Oxuduğu mahnıda müraciət formasını istifadə olunub. O oxuduğu mahnıda bağlara müraciət edir. D variantı da düzdür. Xaqanın mey istədiyi anda intiqam almaq fikrinə düşür, deyir. Düzdür, bu da düz fikirdir. Nə vaxt ki, Xaqan ondan mey istəyir, mey istəyən vaxtı intiqam fikrinə düşür. Əslində, o belə intiqam fikrində deyildi, amma ondan mey istəyən vaxtı fikirləşir ki, mən buna zəhər qatım. Bu nəticədə Xaqanı öldürüm və intiqam alım. Bu fikirdə düzdür, deməli çıxırıq. Deməli 5. Səsli qız əsərə əsasında hansı suala cavab tapmaq mümkün deyil? Deyir, Saranın oxuduğu mahnının sözlərində nə öz əksini tapmışdır? Zaten o mahnının sözlərini ayrıca verir hissələrində. Yəni o da öz əksini tapdığı hissələrdə görə bildik. Hətta orada məsələn məqam da var idi ki, deyir qoç igidlər oldu qoldan, qanlı kəfən taxta bağlar. Belə bir hissə də var. Yəni biz onları zaten görə bilirik əsərdə. Ona görə də məsələn bunu götürmək olmaz. Çünki bundan tapa bilərik cavabını. Sara kimin əli ilə qalib şaha tanıdılır? Sara öz həmyerliləri tərəfindən qalib şaha tanıdılır. Deməli, B-ni də tapmaq olar. Qalib şahın sözlərini məğlub şaha kim çatdırır deyir. Qalib şahın sözlərini məğlub şaha qalib şahın vəziri çatdırır. Deməli, C-yi də tapmaq olar. Düşmən şah öləndən sonra nə baş verir? Düşmən şah öləndən sonra heç nə. Sadəcə əvvəlki köhnə azadlığa qayıtmaq məqamı belə baş verir. Yəni əgər sualda da versək isə məğlub hökmdar yenidən taxta taca gəlir. Yəni belə bir fikirlər də səhv olaraq götürülməlidir. Deməli, D-yə də cavab tapmaq olar. Məğlub şah kimin istəyi ilə taxt tacına qayıdır? Səhvdir. Bayaq da dediyim kimi məğlub şah heç vaxt taxt taca qayıtmır. Belə bir məqam yoxdur. Deməli, cavab Y variantıdır. 6. Əhməd Cavidin səsli qız əsəri haqqında səhv olmayan fikir, yəni düz olan fikir deyir. Əsərin dili mürəkkəbliyi ilə seçilir. Mürəkkəblik yox idi burada. Saranın səsindəki məlahət bir növ sufi eşq kimi hamının özünə cəlb edir. Hətta orada yer də var. Deyir ki, hətta sənin səsin deyir, sufiləri belə ilahi eşqə gətirir. Yəni belə bir fikirdə yer də deyir. Deməli bu fikir düzdür, səhv deyil. C-də deyir 6 illik mühasirə, amma orada 6 aylıq mühasirə idi. C səhvdir. Ölkədəki olaylar saraya təsir etmir, amma deyir saraya sarsıdır. Bu fikir də var. Oxucunun diqqətini daha çox cəlb edən qalib Xaqan idi. O deyil idi. Saranı biz götürmək olar. Oxucunun diqqətini daha çox cəlb edən. Deməli cavab B variantı. Deyir 7 deməli keçici Əhməd Cavanın Azərbaycan bayrağına olan şeirini məzmunundan əsasən yanlış fikir istəyir. Deyir A-da şeirdə vətənimizin gözəlliyindən. Əsərin təhlil hissəsində də göründüyü kimi şeirdə vətənimizin gözəlliyindən bəhs olunmur. Sadəcə bayrağımızdan bəhs olunur. Yəni bayraq haqqında fikirlər var orada. Vətənimizin gözəlliyi ilə desə fikir, deməli o fikir səhv, deməli A-dır. Türk ellərinin birliyi məsələsinə yer verilib, düzdür. Şair bayrağımızdakı ulduzu Allahın yıldızı, o gözəl pəri adlandırır. Bu fikir də düzdür. Seçilmiş bədii təsvir və ifadə vasitələr şeirin poetik dəyərini gücləndirir. Bu demək olar ki, 99% yəni bütün şeirlər haqqında düz fikir olaraq götürmək olar, amma baxsaq ki, şeirin poetik bu bədii təsvir ifadə vasitələri olması həm də məzmuna aid deyil. Bununla yəni çıxa bilərik baxımdan. Şair bayrağın kölgəsi düşən yeri mübarək bir torpaq kimi öpür. Deyir ki, öpüm deyir bayrağın kölgən düşən mübarək yeri, belə bir fikir də var. Deməli bu da düzdür. Amma A variantı səhv idi. Deməli 8-də deyir Əhməd Cavidin Azərbaycan bayrağının şeirinin bədii forması ilə, deməli forma ilə bağlı səhv fikir seçməliyik. Deməli rədifdə istifadə olunub. Bayrağın deməli sözü rədifdir. Şeirin şəkli dörtlükdür, düzdür. Lirik nöqtə bəndlər şəklində yazılıb, düzdür. Metafordan istifadə edilib, zaten metafordan istifadə olmalıdır. Yəni olmalı deyəndə yəni çoxunda olur. Bunda da var idi. Qoşma janrına deyir. Qoşma janrında da fikir səhvdir. Qoşma janrına oxşar ola bilər, oxşar qafiyələnə bilər. Orada da deyir təhlil hissəsində də olmalı ki, qoşma janrına oxşardır, amma qoşma janrında deyil. Cavab Y variantı.
9. Azərbaycan bayrağının şeiri haqqında hansı fikir doğru hesab olunmur? Səhv istəyir. Bədii xitabdan istifadə olunub. Bayrağım sözü zaten bədii xitabdır. Deməli, bayrağa olan sevgi vətənə məhəbbətin simvolu kimi dəyərləndirilir. Bu fikir düzdür. Quzğun dəniz Xəzər dənizinin qədim adı kimi verilir. Düzdür. Şeirdə vətənpərvər ruh hakimdir. Şair bayrağı tərənnüm etmişlə yanaşı digər dövlət rəmzlərinin də mənası çatır. Deyir, digər dövlət rəmzlərinin mənasını açmaq səhvdir. Sadəcə bayraqda olan rəmzi mənaların mənasını aça bilər, amma digər dövlət rəmzlərinin mənasını açmır. Şeirdə sadəcə bayrağın dövlət rəmzi olaraq sadəcə bir dənə bayrağın mənasını aça bilər. Belə bir fikir ola bilər, amma belə cəhətdən. Amma şeirdə vətənpərvər ruh hakimdir. Şair bayrağı tərənnüm etməklə yanaşı bu yerə kimi olan hissə düzdür. Amma digər dövlət rəmzlərinin mənası açılması fikri səhv olaraq götürülür. Deməli, bu D səhvdir. 4-cü şeir şeklində yazılıb qoşma kimi qafiyə ilə. Mənim dediyim bayaqki fikir, bu da düz fikirdir. Deməli, çıxdıq. Keçirik ona. Əhməd Cavadın Səsli Qız poeması əsasında qalib şah səciyyələrindən fikirlərdir. Deməli, əməli, nitqi və xarakteri olaraq götürülüb. Hər tərəfdə xalqa bayram libası geyinməyə göstəriş verir. Bu əməl idi, amma kimin əməli idi? Qalib şahın əməli idi. Deməli, bura yazmalıyıq A variantını. Mən Saranın əlindən istərəm bir qədər meh. Bu fikirdə nitqi olaraq qalib şah deyə, deməli, B-ni də götürmək olar. Variantlar cəhətdən baxsaq, zaten çıxanda variantımız çıxır. Digərlərinə də baxaq. Cəlladını ölərkən görmək istəyir. Bu Saradır. Sarada zaten burada bir qalib şah səciyyəsində fikirlər olduğuna görə C-ni götürmürük. Sənin səsin gözəl qız, səslərin ən gözəli. Bu fikri qalib şah tərəfindən heç kimə deyilmir. Belə bir fikri qalib şah deyilmir. Ona görə bu D-ni də çıxdı. Qaniçən də ki, onun zaten xarakteri idi. Yeni də buraya yazırıq. Elə cavabımız çıxır. Keçirik 11-ə. Səsli Qız poeması əsasən obraza aid yanlış mülahizəni istəyir. Adı deyir qalib şah qətlin ertəsi günü yaz içində olan yerli adamları bayram keçirməyə məcbur edir. Bu fikir var. Çünki əsərdə əslində hər kəs içində ona qarşı zaten nifrət var idi qalib şaha qarşı. Və qalib şah da deyirdi ki, siz yaz tutmayın da, gedin qəşəng bayramlar keçirdin, məclislər qurun. Yəni bu fikir var idi. Deməli biz burada A-nın səhv olaraq götürməyəcək. Sara ölkəsində baş verən qırğın dağıtı bu qeyrətli qızı sarsıtmışdır, deyir. Bu fikir düzdür. Məğlub şah düşmən basqını zamanı ölkəsini qorumağa qadir olmasa da Allahlı iqası etməyə davam edir. O Allahlı iqası etməyə davam etmir. Deyir ki, orada əslində şair ona bir müraciətlə belə ona qarşı bir fikri göstərir əslində orada Əhməd Cavad. Demək istəyir ki, sən əvvəl özünü Allahlığı iddiası etməyə çalışırdın, eləyirdin deyə. Amma indi deyir əlindən heç bir iş gəlmir. Yəni getmirsən xalqa qarşımsan, heç bir iş eləyə bilmirsən. Yəni belə bir fikir yoxdur əslində. Allahlı iddiası etməyə davam edir. Fikir səhvdir. Deməli C səhvdir. Arqon sevgisi ölkənin zülmündən xilas etmək üçün onu köməyə çağırır deyir. Bu fikir düzdür. O deyir ki, Sara orada fikir bildirir ki, deyir, Arqon sən olmadan mən necə yaşayaram? Deyir, sən gəl mənim yanıma, hardasan? Qurtarım deyir, qaldır deyir mənim qolumdan, mən öz yurdumu qurtarım. Bu zülmdən qurtarım. Orada əslində Arqonun sevgisi ölümdən xilas etmək üçün köməyə çağırma məqamı var. Əslində bu səhvdir. Əslində yəni Arqon yoxdur əslində, amma çağırma məqamı var. Arqon olmasa da onun sevgisi çağırır. Qalib şahın vəziri hökmdarının buyruğuna əsasən məğlub şaha çatdırır ki, malın və mülkün bizimdir, ancaq canını bağışlayaraq. Bu fikirdə var. Deməli, keçdik 12-yə. Əhməd Cavadın Səsli Qız poeması haqqında yanlış fikir istəyir. Müəllif Saranın səsini büllur kimi səs adlandırır. Bu fikir düzdür. Yanlış istəyir. Qalib və məğlub hökmdar obraz əsərdə az görünürlər, düzdür. Sara zəhərli meşaya gətirərkən titrəyir, düzdür. Həyəcanlanır. Qalib hökmdarın adamları Saranı kef məclisinə gətirirlər. Qalib hökmdarın adamları olmur. Onun həmyerliləri olur, Saranın öz həmyerliləri. Amma onlar yaltaq oldular, gedirlər qalib hökmdarın tərəfinə. Ona görə deyir səhvdir. Saranın mərd addımından sonra xalq düşmənə qarşı ayağa qalxır. Bu fikir düzdür. 13. Əhməd Cavadın Səsli Qız poeması əsasən boşluqları müvafiq olaraq doldurun deyir. Saranın kef məclisinə qalib hökmdarın yanına gətirirlər. Bunlar kim olur? Onun həmyerliləri. Deməli variantlardan deməli çıxırıq biz. Qalib hökmdarın adamlarını çıxdıq və tacirlər çıxdı. Sara müraciətlə deyilənlərin əks olunduğu ilk səhifələr əsərin nə hesab olunmaq olar? Proloq hesab eləmək olar. Ona görə A-nı da çıxdıq. Qaldı B və D variantlar. Şair ölkənin ağır vəziyyətini onun hıçqırıqlı diyar, qanlı mühasirə deyir. Bu qalsın, buna o birisine baxaq. Köhnə şahın bəzətdirdiyi köşkdə kef edən qalib şərab içmək üçün
Saranı yanına çağırmır, vəziri yanına çağırır. Və orada məqam da var ki, hansı ki bu gəlir ki, deyir ki, Xaqan, mən deyir Sadiq vəziri deyir gəl yanına çağırır və deyir ki, sənin deyir əslində saqqalın da deyir şəraba boyanmalıdır. Yəni gəl şərab içək deyir. O fikrinə baxanda Sara D variantına çıxır və cavabımız B variantı olur. Orada da cavabı götürsək hıçqırıqlı diyar qoymalı. Şair ölkənin ağır vəziyyətini onu hıçqırıqlı diyar adlandıraraq ifadə edir. Qalanı mühasirə də belə baxımdan mənə o qədər də səhv fikir kimi gəlmir əslində belə. Amma yəqin ki, daha doğru olan B variantı olacaq. Çünki yəni 100% vəzir sözü düzdür. 14-ə baxaq. Əhməd Cavidin Azərbaycan bayrağının şeiri ilə bağlı yanlış fikir istəyir. Deyir ki, AXC dövründə qələm alınmışdır. Bu düz fikirdir. 1919-da olmalıdır. Bu fikir düzdür. Müəllif bayrağımızı sanki bütün türk elləri arasında gəzir, bu fikir düzdür. Şairin milli bayrağımıza şeir həsr etməsi təsadüf hadisə deyil. O dövrün AXC-nin olması məqamında olan hadisələrə bunu həsr edən təsadüf hadisə deyil bu. Deməli C-ni götürürük. Sənətkar bayrağımızı türk soylarını fəxri hesab edir, düzdür. Mübarək yer bayrağın kölgəsinin düşdüyü yerdir. Bu fikirdə, bu fikirdə düz fikirdir. Deməli səhv fikir nə oldu? C variantı. Uyğunsuzluğu müəyyən edin deyir. Deməli qalib hökmdar deyir ölkədə insanlara istədiyi kimi davranır deyir. Bu fikir düzdür. Məğlub hökmdar özünü öldürmək istəsə də sonra deyir ki, əsərin təhlil hissəsində məğlub hökmdar heç vaxt özünü öldürmək istəmir. Yəni əgər özünü öldürmək istəmək fikri keçən hər hansı bir fikir olsa, deməli o konkret səhv olacaq. Yəni B variantı səhvdir. C variantına baxaq. Sara qalib hökmdarın adamları onun yanına gətirmirdi. Çünki onun yanına həm yerliləri gətirir. Tacirbaşı xalqdan olsa da xalqdan tərəfində durmurdu. Bu fikirdə düzdür. Çünki deyir orada yer də var idi. Deyir tacirbaşı qarnı tox. Yəni tacirbaşı heç vecinə deyil də o keçib qalib hökmdarın tərəfinə. Hətta orada adamlar da var ki, hansı ki onlar ölkəsinə qarşı xəyanət etmişdilər. Hansı ki o şişman hocadır, baş keçişdir, nə bilim şeyxlərdir, tacirbaşı falan bunlara aiddir. Arqon deyir son nəfəsini verərkən Sara ilə görüşmə bu fikirdə düz fikirdir. Bunda hansı ki Saranın o sözlərinə əsasən demək olar. Deyir ki, mən onu görə bilmədim deyir ölərkən, amma sənin deyir onu öldürən adamı deyir özüm öldürəndə onu görəcəm, yəni cəlladı görəcəm. Qalib hökmdar nəzərdə tutulur. 17 deyir səsli qız əsər əsasında uyğunsuzluğu müəyyən edin. Deməli və bura kimi verib? Saranı verib. Oxuduğu mahnıda da işğalçılara qarşı iki ifadə olunub. Bu düz fikirdir. Deməli uyğunsuzluq hissəsinə görə səhvlər seçməliyik. Əsərin əvvəlində onun gözəlliyi tərcümə edilir. Düz ola bilər, düzdür. Qalib hökmdarın əlini öpür, düzdür. Mahnı oxumaq əmrindən öncə rəqs edir, düzdür. Həm nişanlısı Arqunun, həm də xalqın istəyi. Deyir Arqunun deməli intiqamını almaq üçün həm də Arqunun istəyi ilə. Orada deməli təhlildə də verildiyi üzrə Arqunun istəyi yoxdur. Yəni o əslində Arqunu görmür. Demək ki, orada Arqunun vəsiyyət verdiyi, yəni yazdığı, yəni orada əgər desək ki, sualda vəsiyyət deyir, onun istəyi olur və yaxud da onun istəyi ilə gedir, bir şeydir, intiqam almağa çalışır. Bu fikir səhvdir. Ona görə cavabımız D variantıdır. Solğun bənzi qız yazısında olur, bu fikirdə düzdür. Deməli cavabımız nə oldu? D variantı. 17-də deyir ki, Azərbaycan bayrağının şeiri əsasında cədvəldən uyğunsuzluğu istəyir. Xəzər dənizinin qədim adı çəkilmişdir. Burada deyir ki, Quzğun dənizi. Baxın. Deməli Quzğun dəniz əslində onun qədim adı çəkilir. Milli bayrağımız türk ellərinin birliyi üçün ümid olur. Gedərkən Turana deyir, çıxdın qarşıma. Bu fikirdə düzdür. Bayrağımızın atributları diqqət mərkəzinə. Atribut deyəndə nəyi nəzərdə tutur? Ayı nəzərdə tutur. Allahın yıldızı o gözə pərdiyində nəyi nəzərdə tutur? Ulduzu nəzərdə tutur. Deməli bu fikrə düzdür. Müəllif bayrağın rənglərinə qeyri-adi tərzdə münasibətini bildirir. Qayıq xan sonundan aldığın rəngi, deməli Quzamı Şeyxanın müsəlman bəy. Görürsünüz, yəni orada əslində qeyri-adi tərzdə münasibət bilir. Qayıq xan sonundan aldığın rəngi, o tərzdə münasibət bildirir. Bu da düz fikirdir. Bayrağın kölgəsi düşən yeri mübarəkdir. Kölgən dövlət quşu qondu başıma, yəni bununla bir əlaqəsi yoxdur. Çünki orada deyəndə bu necə deyirdi onu? Deyirdim, sənin kölgən düşən o mübarək yeri. Bayrağın kölgəsi yer mübarək deyəndə əslində o yeri nəzərdə tutur. Deyir, öpüm kölgən düşən mübarək yeri. Yəni o nəzərdə tutur burada. Onun üçün yəni bu misraya aid deyil o. Ona görə cavabımız Y variantı olacaq.
Keçək 18-ə. Səsli qız poemasında belə bir məqam yoxdur deyir. Xalqın şallaqla güldürülməsi belə bir fikir var orada. Çiyin-çiyinə düşməyə qarşı vursan iki aşıqın mərdliyi deyə bir məqam yoxdur. Məğlub şahın təzadlı vəziyyəti var deyir. Əvvəl Allahlı iddiası edin, amma indi deyir nə günə düşmüsən. Belə bir məqam var. Doğma yurda dərin məbəd etibar edən mahnı var. Çünki o Saranın şərqəsini nəzərdə tutur. Ölkə bayrağının bir işarə ilə yerə atılması bu da var. Deməli, B olan fikir yoxdur. Əhməd Cavadın Səsli qız poemasının aşağıdakı verilən misrada nə ifadə olunmuşdur? Azadlıq eşidincə gülümsəmə belə şad, Saranın məmləkəti köhnə mənada azad. Burada görürsüz, deyir köhnə mənada azad. Demək ki, bu hənuz belə onun yəni tam azad demək olmaz bu misralarda, onu görmək olar. Burada nə deyir? Abayət nə deyir ki, ölkə tam mənada rifaha qovuşmamış, yenə də xalqı qanətin bir başçının asılı qalmış, azadlığın meyvəsini tok qarınlar dəlmişdir fikrim. Bu fikirdə yəni bunu nəzərdə tutur. Deməli cavabımız budur. Digərləri uyğun gəlmir. Yəni belə baxıb saxlayıb oxuyub görə bilərsiniz. Əhməd Cavadın Səsli qız poeması bağlı yanlış fikir istəyir. Qalib xaqan gəldikdə xalqın başı əyilir. Bu fikir düzdür. Xalqın başı belə bir fikir var. Çıraqlarla bəzəmiş eyvanda çiçəkli köşkü məğlub şah axşam bəzətdirmişdi deyir. Orada yerdə hansı ki o yer var idi, orada deyirdi. Deyirdi ki, deməli çiçəkli köşkü axşam əski şah bəzətmişdi. Yəni əvvəlki şah bəzətmişdi. Belə bir fikir var. Ona görə də deməli B də düzdür. Normal olaraq deyir, Qalib şahın gəlişi sadə xalq nümayəndələri arasında maraq doğurmur. Amma niyə maraq doğurmasın? Qalib şahın gəlişi sadə xalq nümayəndələri arasında maraq doğurmalıdır ki, yəni bu kimdir? Yəni belə bir əslində maraq doğurma fikir səhvdir də. Yəni maraq doğurmalıdır. Yəni bu biraz mənasızdır. C variantını götürməliyik səhv olaraq. Qəti günün sabahı qaldırımlar yuyulur, divarlarda qan ləkəsi silinir. Bu fikir var. Qanlı cinayətlərin törənməsinə rəğmən vasitə susturulub polisiyaya əmr edilir. Bu fikirdə yəni götürülməlidir. Keçək 20-ə. Səsli qız poemasındakı aşağıdakı iki söylənən obrazla bağlı düzgün fikir. Deyir, malı mülkün bizimdir, amanda ancaq canlı. Bu fikir kim deyir? Qalib hökmdarın vəziridir. Nə vaxt deyir? Qalib hökmdar nə vaxt ki vəzirə deyir ki, get sən denən ki, o birisi yəni hökmdara ki, yəni sənin sadəcə canını bağışlayırıq və biz sənin bütün mal mülkünü götürürük və sənin canını bağışlayırıq. Belə məqamda var idi. Deyir, Saranın kef məclisinə gətirir. Bu həm yerliləri olur. Yəni Qalib hökmdar vəziri olmur. Saranın verdiyi meyi içmir. Bu belə bir məqam yoxdur. Məğlub şahın bəzətdirdiyi köşkü dağıdır deyir. Belə heç biri bunu eləmir. Şərab içməyə dəvət olunur. Bu var. Hansı ki bayaq da demişdim onun. Deməli Qalib hökmdar bu köşkə gələrkən deyir ki, gəl sənin də saqqalını şərab eləyək. Yəni şərab içməyə dəvət edir onu. Yerdə də deyir ki, ölümün xalqın ayaqlanmasına səbəb olur. Ölümün xalqın ayaqlanmasına səbəb oldu da Qalib hökmdardır. Yenə də çıxdı. 22 deyir, Əhməd Cavadın Azərbaycan bayrağının şeyi ilə bağlı vermiş fikirlərdə biri doğru və ya yanlış olma baxımından digərlərindən fərqlənir. Deyir, əsər 1918-ci ildə qələm almışdır, amma 1919-cu ildə qələm almışdır. Bu fikir səhvdir. Hecə vəzn tələblərinə uyğundur deyir, düzdür. Qoşma ilə, çünki deyir ki, qoşma həm hecə vəzninin belə qoşma ilə də qafiyə quruşu, yəni hecə vəzn tələblərinə uyğundur. Müəllifə görə bayraq dövlət quruşudur, amma deyil o, kölgən dövlət quruşudur deyir. Dövlət rəmzlərinin mənası açıqlanmışdır. Dövlət rəmzlərinin mənası açıqlanmır orada. Dövlət rəmzlərindən sadəcə bayrağın mənası açıqlana bilər. Deməli, bayraq o yurdunun yarpağı hesab olunur deyir. Bu fikirdə səhvdir. Deməli, buna çıxırıq. Variantları çıxsaq, biri düz sadəcə olan B variantı olacaq. Deməli, 23 Əhməd Cavadın Səsli qız poeması haqqında yanlış səbəb nəticə əlaqəsini taplayır. Səbəb Qalib şah zəhərlənir, nəticə xalq hərəkata başlanır. Bu fikir düzdür. Səbəb ölkə dustaqdan qurtulur, nəticə Sara adı ən sevimli ada çevirir. Bu da düzdür. Səbəb kör olanlar çiçək nədir bilməzlər, nəticə Qalib şah Saranın gözlərindən heç nə anlamır. Bu fikir də düzdür. Səbəb Saranın nişanlısının cəlladı Qalib şah olmuşdu, nəticə yaranan vəziyyət, fürsət bilən Sara intiqam eşqinə düşür. Bəli, yəni görür ki, bu nişanlısının cəlladı Qalib şahdır, yaranan vəziyyəti, yəni bunun görür ki, bu yaranan vəziyyət deyəndə nəyə nəzər tutur? Şərab gətirməyə nəzər tutur. Görür ki, bu şərab gətirmə vəziyyəti gəldi. Sıraca keçir, Sara intiqam eşqinə düşür. Deməli, buna götürə bilərik. Əslində belə həmin dövrlərdə olan
qızların, belə gəlinlərin üzüklərinin içində çox vaxtı zəhər olurdu. Yəni əslində belə bir fikir var, amma mən çox yerdə də belə göstərilmir. Ona görə yəni bu 100% yəni onsuz da bu D variantı düzdür. Yəni sadəcə məlumat olaraq deyirəm. 7 deyir ki, səbəbi rəqqasələr rəqsi sonlandırdılar, nəticə Sara cəld Meyə zəhər əlavə edir. Bununla bir əlaqəsi yoxdur. Yəni səbəb olaraq rəqqasələrin rəqsi sonlandırması səbəbinə görə nəticədə Sara cəld Meyə zəhər əlavə edir. Belə səbəb nəticəsi səhv gəlir. Ona görə cavabımız Y variantı olacaq. Çünki yəni əlaqəsi yoxdur ki, rəqqasələr rəqsi sonlandırsınlar və həmin o Sara cəld Meyə zəhər əlavə etsin. Belə deyil. O əslində şərabı istəyən vaxtı o gedir Meyə nədir zəhər əlavə edir. Deməli yəni əslində orada rəqqasələrin rəqsi sonlandırma məqamı da yoxdur. Rəqqasələr orada şeyləri süzürlər, şərabları süzürlər. Həmin vaxtı deyir etdi onu. Yəni bu da yəni səhv gələcək. 24-də Əhməd Cavidin Səsli Qız poemasında Saranın şərqisi ilə bağlı yanlış fikir. Burada hamısı düzdür. C variantında deyir, dağlara müraciəti olmuşdur. Dağlar deyil orada, bağlardır. Dağlara deyil. Ona görə C variantında. Digərləri zaten düz gəlir. Keçək o birisinə. 25-də deyir, Əhməd Cavidin Səsli Qız poemasında əsas qəhrəmanın Sara ilə bağlı xarakter xəritəsində uyğunsuzluğu müəyyən edib. Götürə bilərik, əməlinə Arqonu köməyə çağırır, götürə bilərik. Çünki o deyib, sən gəlmən sənsiz necə yaşaram, sən gəl mənim tut qolumdan qalır və gedək mən bu ölkəni zülmdən qurtarım. Nitqində deyir, sən çoxdan içməliydin bu gücün zəhri ey şah. Bunu da şahın görsüz müraciətlə belə deyir və bunu da nitqində deyir. Xarakterində deyir, vətənpərvər, qeyrət, cəsarəti düzdür. Başqalarının münasibət deyir ki, nişanlısının acı xaritəsindən unutmağa çalışır. Yəni bu başqalarının münasibəti cəhətdən götürsə yaxşı, sevgisinə münasibət götürək yaxşı nişanlısına. Amma nişanlısının acı xatirəsini unutmağa çalışmır. Belə bir məqam yoxdur. Ona görə biz burada uyğunsuzluq götürürük. Amalı deyir, ölkəsini zülmdən xilas etmək bu fikirdə düzdür. Deməli, keçək 26-cı suala. Səsli qız. Cədvəldə hansı fikirlərin yer dəyişsə uyğunluq deyir gözlənilir. Əsərdə az göstərəndə öz əməllərindən seçir. Bu qalib hökmdara aiddir. Öz yaxın adamlarının xəyanətini görmür. Bu da qalib hökmdara aiddir. Çünki məğlub hökmdar öz yaxın adamlarının xəyanətini görür. Yəni orada ona üst səviyyədə olan insanlar xəyanət yeri var. Dövlətinə, ölkəsinə. Xalqının başına gələn münasibətlərdən o günahkardır. Bunu məğlub hökmdara aid etmək olar. Deməli, 3-ün yeri buradan bir yerə dəyişməlidir və daha görə buradan nə dəyişmək olur? Müəllifin dilindən ittiham edirdi. Müəllif onu ittiham edirdi ki, sən əvvəl özünü belə sanki Allah kimi verirdin qələmə. Yəni sən özünü çox yüksək sayırdın, amma sonradan heç bir şey sayamısan. Xalqın cəbhəsinə qarşı. Deməli ittiham etmə məqamı var. Düşməni sağ buraxır. Düşməni sağ buraxanda qalib hökmdardır ki, məğlub hökmdarı sağ buraxır ki, sənin dirmalı mülkün bizimdir, səni sağ buraxır. Bu da əslində vəzirin dilinə verilir. Belə bu da qalib hökmdara aiddir. Deməli nə olmalıdır? 3 ilə 5-in yeri dəyişdirməlidir. Keçək 27-yə. Əhməd Cavidin Azərbaycan bayrağı şeiri haqqında uyğun olmayan fikirlərdir. Əsərdə vətənpərvər ruh yüksəkliyi duyulur deyir, doğru verib və düzdür, doğrudur bu. Əsərdə dövlət rəmzlərinin birinin mənası şərh olunur deyir. Birinin mənası da hansıdır? Bayrağın mənası belə şərh olunurdu, götürə bilərik. Deməli, bunu da götürə bilərik. Amma ümumi olaraq isə dövlət rəmzlərinin mənaları şərh olunur. Yəni bu fikir səhvdir. Amma bu cəhətdən yanaşsaq, bayrağın mənası şərh olunma məqamını belə doğru götürə bilərik. Əsərdə türklərin soy kökündən söhbət açılır fikrindən yanlışdır deyir, amma əslində bu fikir düzdür. Əsərdə şair bayrağı dövlət quşu adlandırır. Bayrağı yox da kölgəsini deyir, dövlət quşu adlandırır. Ona görə deməli 4 də səhvdir. Vətən müdafiəsinin çağırış motivləri yer alıb yanlışdır deyir, düzdür. Vətən müdafiəsində burada çağırış motivləri falan yoxdur. Keçək 28-də Səsli Qız poemasının ideyası kimi verilə bilən fikirləri. İnsanın qəddarlıqla məhv edilməsi yol verilməzdir. 1. Ölkənin müstəqilliyini heç nə əvəz etmək mümkün deyil. 2. Vətənin düşmən hücumundan müdafiə edilməsi vətəndaşın şərəfi işi olmalıdır. Bu da 3. Deməli 1, 3, 5. Və əsas olan 2 addım atmaqdır. Bu əsas məsələ deyil. İdeyası kimi də deyil heç. Kör gəlib kör keçənə çiçək qədəm bilməz də. Bu da ideya kimi verilə bilməz. Amma məsələnin içində olmalıdır. Deməli 29 Səsli Qız poemasına toxunan əsas məsələlər deyir. Azad və müstəqil yaşamağın vacibliyi var. Vətən sevgisi əsas məsələlərdir. İşğalçılara nifrət bu da əsas məsələdir. İnkişaf etmiş xalqlara bir cərgədə durmaq belə bir fikir yoxdur ümumiyyətlə. Sevgiliyə sədaqətdə yaxşı götürsək ki, biz tutaq ki, Arquna sədaqət falan, amma tam da o əsas məsələ deyil. Deməli cavab nə oldu? 1, 2 və 5.
30-da deyir səsli qız proqramına uyğunluğu müəyyən. Qalib hökmdar Sara və məğlub hökmdarı verir. Qalib hökmdar baxa birinci deyir, ölkədə baş verən qarşılıqlı onu sarsıtmış. Kim sarsıtıb? Saran sarsıtıb. Deməli, anı buraya yazıb. Qanun əməlləri onu tanımağa şərait yaradıb. Bunu atır qalib hökmdara. Ölkəmizin günəşi deyildi orada. Yəqin Sara nəzərdə tutmaq istəyir. Amma ölkəmizin günəşi deyildi Sara. Ölkəmizin ulduzu idi. Ona görə bu fikir heç birinə yazmırıq. Baş verən hadisələr xalqın arasında müşahidə edirdi. Bu deməli aiddir məğlub hökmdara. Çünki xalqın arasında qatılmışdı. Əməllərin və etirazın qurbanı olanda qalib hökmdarı idi. Deməli, bu günlük bu qədər dostlar. Digər bölmələrin izahı gələcək. Sağ olun, salamat qalın.